Salam əziz 9-cular. Bugünkü tarixdə keçirilmiş 9-cu siniflərin buraxılış imtahanının Azərbaycan dili suallarının izahına baxacağıq. 27-də deyir ki, mış şəkilçisinin feil sifət kimi işlənmədiyi cümlələri seçin. Qələmi seçək. İşlənmədiyi. Mənim qızım oxumuş qızdır. Oxumuş necə, nə cür, feili sifətdir. Ağacdan dırmaşmış dəcəl uşaq tək. Ağacdan dırmaşmış dəcəl uşaq tək. Necə? Ağaclar dırmaşmış dəcəl uşaqdır. Dırmaşmış bu da necə? Ağacdan dırmaşmış dəcəl uşaq. Düşünülməmiş addım necə atdım? Süsənlər də o addımları görmüşmüş. Burada zaman və idi dörtdür. Yatmış insanları burada da. Deməli, ağaclar dırmaşmış dəcəl uşaqdır. Burada mən nəyə səhv yol verdim? Ağaclar dırmaşmışdır. Burada xəbərdir, sadəcə versiya var da. Ağaclar dırmaşmışdır dəcəl uşaqdır. Deməli, 2 və 4-dür. Hansı cümlədə sifət işlənməyib? Yenə o bağ olaydı, yenə qumlu sahil, qumlu var. Kəndimizin hər tərəfində yaşıl çöllər, yaşıl. Hər yaşıl zəmidə göy biçənəkdə, göy, yaşıl. Sonra o günkü güllərdən çəkildin kənar, bu qərib halmı, qərib hal, burada da var. Torpaqdan bahar qoxusu gəlir. Deməli, isim, qoxu da isim gəlirdi, feil cavab olur E variantı. 29-da deyir, verilmiş cümlələr istəsən cədvəldəki uyğun fikirləri müəyyən edin. Doğru, yanlış. Birinci cümlədə baş üzvlərin hər ikisi iştirak etmişdir. Parçalanmış buludlar arasında tək-tük ulduz parıldayırdı. Parıldayırdı xəbər, nə? Ulduz. Bu düzdür. Bizə nə lazımdır? Uyğun fikirlər, biri götürürük. Həm ikinci, həm də üçüncü cümlə qeyri-məşasıdır. Belə bir vaxtda Hürri xanımın qapısını döydülər. Döydülər bilinmir kim. Bəli, qeyri-məşasıdır. 1945-ci ilin bürkülü may gecəsi idi. Bu isə şəxsi cümlədir. Ona görə 2 yanlışdır. Yanlışa baxaq. Xəbəri 3-cü şəxsin təkində olan 3-cü cümlənin mübtədası təsəvvür edilmir. Bu doğrudur. Xəbəri 3-cü şəxsin təkindədir, şəxsi cümlədir. Çünki mübtəda da təsəvvür olunmur. Doğru olduğuna götürmürük. Sonra ikinci cümlədə birinci cümlədən fərqli olaraq ümumi şəxsdir. Birinci cümlə müəyyən şəxsdir, ikinci cümlə qeyri-müəyyən şəxsdir, ümumi şəxs yox. Ona görə 4 yanlışlı götürürük. Olur. Cəsarətli əsgərləri mükafatlandıran qalankeş insan ordu generali idi cümləsində sintaktik təhlil sxemini müəyyən edin. Deməli, ordu generalı idi. Xəbər. Kim? İnsan mübtəda. Hansı insan? Qayğıkeş təyin. Cəsarətli əsgərlər mükafatlandıran, bu da təyin. Təyin, mübtəda xəbər A variantı. Sonra əvvəl narazı olan şagirdlərə iclasdan sonra hər şey aydın oldu. Deməli, birinci əvvəl nə vaxt sualına cavab verir? Zaman zərfidir. Çıxışlı hal plus sonra olduğuna görə isə bu qoşmadır. Zaman mənası bildirən qoşma. Zərf və qoşma D variantı. Nümunə haqqında fikirlərdən biri doğrudur. Mən çox təkid etdim, amma qəbul etmədi. Biri doğrudur. Cümlə üzvlərindən biri söz birləşməsi ilə ifadə olunmuşdur. Qəbul etmədi xəbərdir, sözdür. Bu getdi. Təkid etdim, yenə xəbər. Mürəkkəb feillə ifadə olunub hər iki xəbər. Çox səhvli, mən mübtəda. Heç bir söz birləşməsinin ifadə olunmayıb. Nəqli cümlələrdən təşkil olunmuşdur. Deməli, mən çox təkid etdim. Bəli. Hər ikisi nəqli cümlədir. Feilin xəbər şəklindədir. Nəqli cümlə doğrudur. Tamamlıq və zəhli işlənmişdir. Tamamlıq yoxdur, zəhli var. Yalnız tabirlik əlaqəsi işlənmişdir. Xəbərlər həmcinsdir deyə həmcins üzvlər arasında da tabiçilik əlaqəsi olur. Ona görə tabiçilik əlaqəsi var, yanlışdır. Tərəfləri yalnız intonasiya ilə bağlanır, xeyr, amma bağlayıcısı ilə bağlanır, bu da yanlışdır. Verilmiş sözlərdən amonim kimi işlənə bilənləri müəyyən edin. Buruq deməli, buruq saç sifət, bir də neft buruqları isim kimi olur. Dolu, bir də dolu qap sifət, bir də dolu yağış mənasında, dolu yağmaq isim olur. Cavab A variantıdır. Sonra
34. Şəhərdəki mərkəzə yaxın binalar təmir olundu cümləsində əlavə hansı cümlə üzrə aiddir? Təmir olundu xəbər, nə? Binalar, mübtəda. Hansı binalar? Şəhərdəki təyin, mərkəzə yaxın, bu da təyin. Deməli, təyinin əlaqəsi var. Eyler-Venn diaqramına əsasən altından xətt çəkilmiş hissələrlə bağlı uyğun fikirləri müəyyən edin. Futbol komandamız bircə xal fərqi ilə rəqib komandadan geri qalırdı. Burada C nə olur? Ədad. Dinin şəkər, sözün incə, heç kəs sevməz səni məncə. Məncə, mən qədər. C-ni qədərlə əvəz edə bilirik. Bu da olur qoşma. Birincisi ədad, ikincisi qoşma. Qoşmadır, yazırıq hara? Bura. Fikrin mənbəyini bildirir heç biri. Cümlənin təsir gücünü artırır. Birinci, C. Qrammatik mənası var hər ikisinin. D. Leksik şəkilcidir heç biri. Deməli, C, D, A. Necə olur? 1-ə C, 2-ə, 3-ə D, D variantı. Hansı cümlədə bütün sözlərin yazılışı və tələffüsü fərqlidir? Deməli, qıdan sonra sait gəlib olur ğı, sınıq ürək. Ürək, x iştirik olur ürə. Sevinməzdə də sevinməz. N, m-ya keçir, üçü də fərqləndi. Cavab olur D variantı.